Oğlum Faiq İbrahimov 2014-cü il 15 aprel Sumqayıt Hərbi Komissarlıqdan həqiqi hərbi xidmətə çağırılmışdır. Oğlum Faiq İbrahimov Gədəbəy rayonunun Saratovka kəndində yerləşən 171 saylı hərbi hissənin 3-cü tabur 10-cu bölüyündə xidmət edirdi. Hərbi xidmət dövründə oğlum zabit heyətinin verdiyi ifadələrə görə nizam-intizamlı nümunəvi bir əskər olmuşdur. Xidməti dövrü 1 il 3 ay müddətindən sonra oğlumun 171 saylı hərbi hissədən ölüm xəbəri gəlmişdir. Ölümündən qabaq 13 iyun 2015-ci il tarixdə oğlum atası ilə 12:45 radələrində, mənimlə isə 13:05 radələrində telefon əlaqəni saxlayaraq həmişəki kimi hal-əhval soruşmuş və sağollaşmışdır. Həmin günü axşam 21:00 radələrində 171 saylı hərbi hissədən oğlumun ölüm xəbəri gəlmişdir. Səhərsi gün 14 iyun 2015-ci il tarixdə günorta radələrində yaşadığım Sumqayıt şəhərinə oğlumun cənazəsi gətirildi. Oğlumun cənazəsini tabutdan açıb baxmaq istədikdə bizə icazə vermirdilər. Biz inad edib tabutu açdıq. Oğlumun bədən hissələrində boyun, kürək, burun, gicgah, ayaq nahiyələrində zorakılıq əlamətləri aşkar etdik. Bundan aydın oldu ki, oğlum işgəncələrlə öldürülmüşdür. Gömgeyi uşaq ölməsin. Ayaqları da hamısı gömgeydi. Bunun lapatka sapına vurur. 8 ay sonra verilmiş ekspertiziyanın rəyi ilə razılaşmıram. Ona görə ki, oğlumun asılmış vəziyyətdə heç bir foto şəkli yoxdur. İstintaq zamanı bizə məlum oldu ki, oğlum Hüseynov Hüseyn tərəfindən döyərək incitmişdir. Əskər Hüseynov Hüseyn həmin hərbi hissədə 2015-ci il fevral ayında Əskər Hüseynov Qərib Qərayoğlunu döymüş, 2015-ci il mart ayında özünə rəis sayılan Leytinant Bağırlını döymüş. Bundan başqa 26 may 2015-ci il tarixdə bölüyün gün növbətçisi təyin edildiyi vaxt böyük növbətçisi təyin edilmiş Əskər Faiq İbrahimovu döymüşdür. Bundan əlavə Hüseyn Hüseynov 30 may 2015-ci il tarixdə Çingiz Məmmədovun sıra baxışı zamanı Əskər Hüseynov Ramik Sərvəroğlunu döymüşdür. Habelə 31 may 2015-ci il tarixdə hərbi qulluqçusu müddətdən artıq xidmət edən kiçik çavuş İsmailov Fəqan Ağamalıoğlunu döymüşdür. Bilmək istəyirəm, bir belə cinayətlər ardıcıl törətmiş Əskər Hüseynov Hüseyn barəsində hərbi hissə komandirinin səlahiyyətlərini icra edən Mayor Rüstəm Məmmədov niyə görə göz yummuşdur? Bunun nəticəsi olaraq 13 iyun 2015-ci il tarixdə oğlum Əskər Hüseyn Şahinoğlu tərəfindən döyülərək işgəncələrlə öldürülmüşdür. Hərbi hissədə baş vermiş biz belə cinayətlərə baxmayaraq Mayor Rüstəm Məmmədov hal-hazırda heç nə olmamış kimi öz səlahiyyətlərini davam edir. İş hal-hazırda Gəncə şəhər apellyasiya məhkəməsindədir. Cənab Ali Baş Komandan İlham Əliyev, sizə ünvanlandığım ərizə və müraciətlərimi əminəm ki, sizə çatdırılmayıb. Mən məcbur olub bu yolla sizə müraciət edirəm ki, yeganə oğlumun ölümündə cinayətdən kənar qalmış cavabdeh şəxslər olan bölük komandiri Baş Leytinant Abdülkərimov Vüsal və Mayor Rüstəm Məmmədov barələrində ciddi tədbirlər görülməsinə göstəriş verməyinizi xahiş edirəm.